Avtomobil saat kimi. Mən vallahi billahi həqiqətən də bu mənim hobbimdir. Mən ustalarla rəqabət aparmaq həqiqətən də sevirəm. Amma kişi kimi rəqabət aparmaq sevirəm. Çünki bu mənim hobbimdir. İndi söhbət əlbəttə ki balaca xırdapara balıqlardan getmir. Söhbət əjdaha ustalardan gedir ki, onlarla bu gün biz rəqabətdəyik. Öz işimizlə, öz işimizin keyfiyyəti ilə, öz biliyimizlə. Çünki bu gün biz edən bizim biliyimizdir. Mənim qara qaşım, qara gözüm deyil. Və hansısa bir yeni yetmə ustamı deyir, kimdirsə, çıxır ortalığa, başlayır bizə söz atmağa ki, mən də varam, məndən də danışır. Mən heç kimdən danışmıram. Amma məntiqən oturaq fikirləşək, deyirlər ki, orijinal detal qoymuyor. Qoyun dublikat detal avtomobilin üzərində 2 il üçün işləyəcək. Bu nə dərəcədə düzgündür? Yəni bugün mən sizə bunu sübut edim. Bax, götür buranı. Qardaş yaxınlaşıb, bilmirəm indi bu detalını neçə alıb, nə eləyib, o mənim işimə qalmaz. Allah verə 5 manatlıq detalı 100 manata satır. Mən sadəcə olaraq bir usta olaraq problemə həll yolu tapıram ki, əziz qardaşlar, sıxırsınız deyirsiniz, Chevrolet qaynadır, Chevrolet problem yaradır. Hamısı orijinal detalın qoyulmamasıdır. Bunu bir mənalı şəkildə mən demirəm, belə ustalar belə demir, sürücülər özü bilir. Ki, bu cür detal qoyanda işləyir 3 ay, 5 ay, orijinal detal qoyursa 2 il işləyir. Bu detalı 2 il ərzində 5 dəfə edərsiniz, amma orijinal detalı 1 dəfə edərsiniz. Ha, bura nə yazır? Götürə bilsən. 95 dərəcəlik orijinal termostat. Reallıqdır da qardaş, işləmir. Bunun adını göstərmək istəmirəm. İndi mən öz kişiliyimdən sırışdırmıram ki, hansısa bir şirkətin adını göstərəm ki, hansısa şirkətdir deyil, hansısa bir kiçik bir mağazanın adını göstərəm ki, falan kəsin detalıdır, gedin ondan detal alınır. Sadəcə olaraq, mən bir detaldan söhbət getməyim. Bazarın 99%-i 95 dərəcəlik termostat satır. 103 dərəcəlik, 95 dərəcəlik, 45 manata, 35 manata, hətta bu 35 manatlığı 90 manata. Bunun bir mənalı şəkildə darılmaz ki, mayası 18-20 manatdır da. İndi azdan çox da biz də bu işin içindəyik. Yəni bunun mayası 18 manatdır. Amma bax bu detalın. Deyirlər mayası 35 manatdır. Gedin 35 manatdan tapın, 100 manatdan gəlin bunu mən sizdən aldım. And olsun Allah'a 50 dənə istəyirəm. Azərbaycanda kimliklə asılı olmayaraq, kim əgər satırsa 100 manatdan 50 dənə istəyirəm mən bu detaldan. Deyir sizə 35 manatdır bu detalın mayası. CM-in orijinal malından söhbət gedir. Ki 35 manata falan yerdə var. Gedin o falan yerdən alın, gətirin 100 manatdan 50 dənə mənə satın. Mən sizdən başqa istəyən yoxdur. Kim ki deyir, əgər ki orijinal detal işləmir, orijinal detal belədir, orijinal detalın sadəcə olaraq bugünkü günün satılmama səbəbi ustalara orijinal detal, ümumi mağaza şəbəkəsinə belə orijinal detal maya cəhətdən baha gəlir. Amma bax bu gördüyünüz dublikat detallar həddindən artıq ucuz gəlir, satışda həddindən artıq bahadır. Ona görə də biz çıxıb deyirik, nədir? Orijinal detal olmuyor, bu detallar gəlir. Qardaş, bugünkü günü mən Dormanı seçib paylaşdım. Dorman detalı Amerikanın brendidir. Deyim, necə ki Amerika brendidir, Dorman necə ki Amerika brendidir. Eyni detallardır. Bugünkü günü hava kollektorunun üzərində, avtomobildən, Dubaydan gəlmiş motorların üzərində İnşallah qismət olar, oradan da çevirib çəkib sizə göstərərik ki, Dormanla hava kollektoru gəlir, Dormandan üst krişka gəlir, Dormandan hətta termostat yerə gəlir, Amerikadan, Dubaydan gəlmiş motorlardan söhbət edir. Mən gedib hansısa bir dədəmin adını yazdırdığım detalına söhbət eləmirəm. Mən sadəcə olaraq brendlə söhbət edirəm. Və bugünkü günü mənim detal çəkib, bu detaldan bizdə var, bu detal falan qiymətlidir deyən baxım deyil. Sadəcə olaraq biz təşkilatçı olaraq bəzi detallar var, onları çəkib paylaşdıq, o da bizim belə deyim, qədəm qoyma səbəbimizdir. Vəssalam. Yəni ki, əziz qardaşlar, bir mənalı şəkildə bu sözü səş eləməyə həqiqətən də sevmirəm. Amma ki, orijinal detal qoyulur. Qabaq yaya tərəf gəlir. Sonra çıxıb deməyəsiniz ki, Chevrolet belə problem yaratdı, Chevrolet belə problem yaratdı. Nəyin Chevrolet malı, ümumi bütün modellər var bizdə. BMW-sindən tutmuş, Malibu'sundan tutmuş, Mercedes-dən kimi, Kitay maşınlar kimi. Sadəcə olaraq çəkişlərinin asılımı buna görə olur və bu cür saxtaşarlara görə olur ki, aldanmayasınız. Öpürəm, özünüzdən müğayət olun, Allah işini zaman etsin. Gələn çəkişlərdə görüşməmək. Deyərdim, amma görüşədik, bizim canımızdan əl çəkən deyirəm. Bağla.